1994-cü ilin yanvarın 5-də həyata keçirilən uğurlu hərbi əməliyyat nəticəsində Füzuli rayonunun bir hissəsi erməni işğalından azad edildi. Horadiz əməliyyatı 1993-cü ilin ağır məğlubiyyətlərindən sonra əldə olunan ilk hərbi uğur idi. Əməliyyat nəticəsində Füzulinin bir hissəsi, 30 min hektar ərazi, bir qəsəbə və 21 kənd işğaldan azad edildi. Ermənilərin yüzlərlə texnikası ələ keçirildi. Ən əsası, hərb tariximizin əhəmiyyətli hadisəsi olan bu əməliyyat nəticəsində bölgədə strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsi nəzarət altına alındı. Главная задача этого контрнаступательной операции была отодвинуть посты оккупированных вооруженных формирований армянских и обеспечить безопасность тех населенных пунктов, которые находились вблизи этих высот. Эту задачу азербайджанская армия выполнила. Polkovnik Şair Ramaldanov 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində sadə zəhmətkeş ailəsində anadan olub. 1964-cü ildə Xudat rayon 2 saylı orta məktəbinin 1-ci sinifinə gedib. 1972-ci ildə 8-ci sinifi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbiləşdirilmiş məktəbə daxil olub. 1974-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib, 2 il mülki həyatda çalışdıqdan sonra Azərbaycan SSR Ali Sovet adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Azadlığa yetmək üçün əskər vətən əmanəti, yurd əmanəti, əskər ocaq əmanəti. 1980-ci ildə Ali Hərbi Məktəbi uğurla bitirib, 5 il ərzində Sovet qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçib. 1987-ci ildə Moskva şəhərində SSR Silahlı Qüvvələrinin Frunze adına hərbi akademiyasına daxil olub. (1991-ci ildə hərbi akademiyanı bitirib. 1992-ci ildə alay komandirinin müavini vəzifəsindən fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. 1993-cü ilin noyabr ayında 702 saylı moto atıcı briqadanın komandiri vəzifəsinə təyinat alıb. 1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilib. 1997-2012-ci ilə qədər Ordu Korpusunun komandiri vəzifəsində xidmət keçib. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında tədris işləri üzrə rəis müavini vəzifəsində xidmət edib. 10 müxtəlif istiqamətli hərbi dərslik və vəsaitin müəllifidir. Onun hazırladığı dərs vəsaitləri bugün Silahlı Qüvvələrin bütün güc strukturlarında hər tərəfli istifadə olunur. Bugün də Polkovnik Ramaldanovun bilik və bacarığından düşmənə qarşı informasiya müharibəsində geniş istifadə olunur. O, müntəzəm olaraq gündəlik mətbuatda, televiziya və radiolarda hərbi ekspert qismində Azərbaycan Silahlı Qüvvələri ilə bağlı aktual mövzularda çıxışlar edir, şərhlər verir. Düşmənin iç yüzünü açmaqda bir peşəkar kimi yorulmadan fəaliyyət göstərir. 2012-ci ildə yaşla əlaqədar hərbi xidmətdən ehtiyata buraxılıb. Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı idarələrinin birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir. Ramaldanov 2 dəfə Azərbaycan bayrağı ordeninə layiq görülüb. Ramaldanov 25 iyul 1980-ci ildə Nasibət xanımla ailə həyatı qurub. 1981-ci ildə onların gözəl adlı qızı dünyaya göz açıb. Göz yoldadır, qulaq səsdə, savaşımız zəfər olsun. Göz yoldadır, qulaq səsdə.
savaşımız zafer olsun. Valla uşaqlıqdan nə deyim sənə, çox zəhmətkeş uşaq olub. Deyim sənə ki, bu ölərkən onun 2 yaşı var idi. O 2 yaşında düşündə daş daşıyardı. Biz gülərdik ona ki, uşaqdır bu. Ondan sonra da ki, Bastianla atasına kömək eləyən, mənə kömək eləyən, zəhmətkeş, decəl olmayıb, o yana bu yana qaçan olmayıb, süzümüzə baxan olub. Nə deyim belə də, məktəb yaşından birinə vurulmuşdu. Tərifləmək olmasın, həm mənim qardaşımdır, həm atamdır, həm anamdır mənə qarşı. Bir dəfə olub ki, onun 7 yaşı keçirtməyə biz kampanya eləmişdik. Həm övünü mübarək idi, həm də bunun məktəbə gedən ili idi. Evdə qonaqlıq zad olmuşdu, ondan sonra bir şampanski qalmışdı evdə. Görək, şampanski azalıb, limon var, limon da boşalıb. Kişi deyir, axır bu nədir, nətən olub, nə olub? Kim eləyib deyəndə demirdi. Sonra bu boynuna aldı ki, mən dadına baxmışam. Hər bir ana, ata istəyər ki, oğuldan yaxşı məsləhətlər eşitsin, yaxşı sözlər eşitsin, kim istəyər pis olsun. Mənim də ki, həm qardaşımdır onlar, heç kesim yoxdur mənim onlardan başqa. Nə arzulayıram? Ancaq can sağlığı. Bundan sonra ona nə lazımdır? Can sağlıq. Həyatda müvəffəqiyyət, can sağlıq. O müvəffəqiyyətləri çox qazanıb, hörməti çox qazanıb özünə görə. Bir dənə can sağlığı istəyərdim ki, mənim qabağımda o həmişə gürüm onu mən ölənə kimi. Ondan sonra da yaşasın balaların üstündə. Mən hesab edirəm ki, həyat özü, yəni hər insanın öz həyat yolu var. Və o həyat yolu kim hansı formada seçir, o cür də formalaşır. Bəzən çox vaxtlar deyirlər ki, artıq bugün mən deyə bilərəm ki, çoxları deyirlər qismətdir, çoxları deyirlər Allah Taala bu yazını belə yazır. Ancaq mən bunu belə deməzdim, çünki Allah Taala həmişə insana seçim verir. Gənc vaxtlarda insana seçim verir, məsələn, məktəbə gedəndə yaxşı oxuyasan, yaxşı oxumayasan, tərbiyəli olasan, tərbiyəli olmayasan. Əgər gənc vaxtında sən yolu düzgün seçmisənsə, yəni tərbiyəli olursansa, yaxşı oxuyursansa, yəni öz vəzifə borclarını yerinə yetirirsənsə bir şagird olaraq, əlbəttə sonucda da sən formalaşaraq həyatda o dövrə aid olan, gənclik dövrə aid olan hansıdırsa bir nailiyyətə nail olursan və o nailiyyət də əlbəttə sənin tutduğun mövqeydən, tutduğun yoldan asılıdır. Ona görə mən bəzən bu söhbətlər belə olanda, bugün artıq deyirəm ki, hər şey insanın özündən asılıdır. Xudatda, belə deyək, mən orta məktəbə gedən bir şagird idim, belə deyək. Və o vaxtı Naxçıvanski adına lisey haqqında və yaxud məktəb haqqında o vaxtı bir gəldilər, məktəbdə bir çıxış etdilər. Və onda mən əlbəttə hər bir nədirsə filmlərdən bilirdik. Ona görə də mənim fikrim belə oldu ki, gedim Naxçıvanski məktəbinə. Demək olar ki, 2 ildən sonra Naxçıvanskini qurtarandan sonra hazırlaşaraq Ali Hərbi Ümumi Qoşunlar Komandirlik, Bakıda yerləşən komandirlik məktəblə imtahan verdim və ora daxil oldum. Əlbəttə, hərbiçi yolu heç vaxtı hasant olmur. Çünki o kişilik yoludur. O insandan həmişə çox şeyləri tələb edir və sən çox şeylərdən keçməlisən. Ancaq ki, o insan ki, şərəflə o yolu keçə bilir, o çətinlikləri keçə bilir, o doğrudan da öz həyat tarixçəsinə şərəfli anlar, şərəfli nəticələr və nətər deyərlər, belə deyək, əsl hərbiçi adını qazana bilir. Mən ümumiyyətlə elə bir ailədə böyümüşəm ki, bizdə ailə dəyəri, ailəyə aid olan bütün xüsusiyyətlər çox yüksək səviyyədə saxlanılır. Və ailə aliliyi bizim ailədə həmişə hər şeydən üstün olur. Əlbəttə, belə ailədə böyüyərək, bəli, elə oldu ki,
mən həyat yoldaşıma, indiki həyat yoldaşıma birinci dəfə evliliyi, belə deyək, hardasa 6-7 yaşında bizə qonaq gələrkən onda təklif eləmişdim. Onda mən nə bilirdim ki, evlilik nədir? Axır nədirsə içərdən gələn bir söz idi, uşaqlıq şəklində bunu demişdim. Düzüdürsə razılığını da almışdım artıq. Ancaq ki, sonra həyat bizi çox ayırdı. Mən demək olar ki, illərlə artıq onu gördüm, böyüyəndən sonra gördüm artıq. Belə deyək, məktəbin son siniflərində. Şairin mənə evlilik təklifi onun 8 yaşından olub. Onun 8 yaşı, mənim 6 yaşım olanda o ilk dəfə mənə ərə gələrsənmi deyib və mən də öz razılığımı vermişəm. Çox müddətdən sonra yenə də bu çox qəşəng nətər deyərdim ki, mən bunu deyirəm. Mən o vaxtı nə Bakıda, nə Azərbaycanda bundan qəşəng qız görməmişdim. Yəni artıq o formada düz deyirlər, könlük sevən qəşəng olar, belə bir söz var. Yəni biz sonra o uşaqlıq illərdə, belə deyək, uşaqlıq illərdə olan o məqamı həmişə bəzən zarafatyanı özümüzdə yadımıza salırdıq. Ancaq ki, talih elə gətirdi, çıxartdı ki, doğrudan da mən evliliyi nətər 6-7 yaşa buna təklif edilmişdimsə, üstündən artıq hardasa bir, belə deyək də, 15-16 il keçəndən sonra mən yenə də həmən evliliyi Nasibət xanıma təklif elədim və yenə də hən cavabı aldım. Господа офицеры, по натянутым нервам я аккордами веры эту песню пою тем, кто бросив карьеру, тем, кто выжил в Афгане, свою честь не изгадив, кто карьеры не делал от солдатских кровей. Я пою офицерам, матерей пожалевшим, возвратив им обратно живых сыновей. Офицеры, офицеры, ваше сердце под прицелом. Döyüş anı. Mənim həyatımın demək olar ki, belə deyək, şah əsəri deyəkmi, yoxsa həyatımın ən vacib hissəsini mən savaşı görürəm. Mənim üçün polkovnik Şair Ramaldanov haqqında danışmaq həm asandır, həm də çətindir. Asandır ona görə ki, mən bu insanı müharibənin ən ağır vaxtlarında Füzuli Döyüş Briqadasında döyüşlərin ən ağır zamanında tanıdım. Asan da ona görə ki, mən o komandirin bütün şəxsi və insani keyfiyyətlərini həm döyüş vaxtı, həm döyüşdən sonraki mərhələdə də tanımışam və bugün də Şair müəllim Allah qorusun Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış hərbiçilərdəndir, özü də peşəkar hərbiçilərdəndir. Bilirsiniz, Azərbaycanda hərbiçilər çoxdur, amma polkovnik Ramaldanov 2 Azərbaycan bayrağı ordeni almış, həm Azərbaycanın ərazi bütövlüyü və müdafiəsində, həm də torpaqlarımızın yağı düşməndən təmizlənməsi əməliyyatına birbaşa rəhbərlik etmiş şəxslərdən biri kimi tarixə düşmüş bir şəxs. Mən fəxr edirəm ki, onun komandanlığı altında erməni qəsbkarlarına qarşı müharibədə iştirak eləmişəm və mənim yadda qalan məqamlarımdan biri odur ki, komandir öz mavinləri kimi mən də daxil olmaqla bütün mavinlərə konkret istiqamətlər üzrə taborlara, yəni o vaxtki batalyonlara tapşırıqlar verdi. Həmin tapşırıqlar da çox böyük müvəffəqiyyətlə yerinə yetirildi və Azərbaycan Silahlı Qüvvələrinin tarixində Horadiz əməliyyatı kimi qalmış o əməliyyat zamanı məhz Şair Ramaldanovun rəhbərliyi altında və digər qoşun birləşmələrin iştirakı ilə biz qısa bir müddətdə Azərbaycanın işğal altında olan ərazilərini
düşməndən təmizləyərək bizim nəzarətimizə qaytardıq və bugün 100 minlərlə Azərbaycan vətəndaşı həmin ərazilərdə yaşayır və yaradırlar. Bir də onu ürəkdən təbrik edirəm. Bütün şəxsi heyət adından ona uzun və möhkəm can sağlığı arzulayıram. Şair müəllimi mən 1993-cü ilin oktyabr-noyabr aylarından tanıyıram. Şair müəllim bizim hərbi hissəyə gəldi. Ensaylı hərbi hissədə xeyli hazırlıq işləri görüldü. Ensaylı hərbi hissəmiz çıxarıldı poligona, komplektləşdirildi. 100% komplektləşdirildi və qayıtdı bizim bölgəyə. Və Ali Baş Komandanımızın əmri ilə 1994-cü il yanvar ayının 4-də səhər biz hücuma keçdik. Şahin Mənim Ramazanın rəhbərliyi altında hücuma keçən qoşunlarımız çox böyük nailiyyətlər əldə elədilər. Deyərdim ki, xalqımıza böyük sevinçlər qismət elədilər. 35 kilometrdən artıq irəliləyən qoşunlarımız Füzuli rayonu 22 kəndini düşməndən azad elədi. Bugünü yalnız görmək lazım idi ki, bu yerlərin, bu kəndlərin əhalisinin sevincini hiss eləsinlər. O günü mən orduda qulluq eləyən günü, Azərbaycan ordusunda qulluq elədiyim anların ən gözəl anını bu an sayıram ki, mənim sevincimin həddi-hüdudu yoxdur. Şair müəllimin ad gününü mən ürəkdən təbrik edirəm. Onun barədə çox danışmaq olar. Həddindən artıq çox danışmaq olar. 1993-cü il oktyabr ayının 30-dan o bizim hərbi hissəyə yeni təyin olunmuş komandiridir. Və həmin gündən onunla nəinki bir komandir kimi dostluq, hətta dost kimi dostluq etmişik. Və 1994-cü il yanvar ayının 5-nə hazırlaşmışıq. Hazırlaşdıqdan sonra onun göstərişinə əsasən hazırladıqları planları həyata keçirmək üçün məşhur Horadiz əməliyyatını bir yerdə keçirmişik. Bu əziz gündə özümə nə arzu edirəmsə hamısını Şair müəllimə həvalə edirəm. Şair Ramazanov əslində bizim üçün kimdir? Onu mərhum prezidentimiz Heydər Əliyev tərəfindən bizim hərbi hissəyə komandir təyin olundu noyabr aylarında, 1993 noyabr aylarında. O gələndə ilk baxışdan çox ciddi, təvazökar bir insana oxşuyurdu. Biz də elə də qəbul etdik və zamanla o öz hərbi biliyini bizə köçürməyə başladı və biz ondan əvvəl elə başa düşdük, o da gəlib gedən insanlar kimi bir müvəqqəti komandirdə. Zaman keçdikcə, bu yanvar döyüşləri başlayanda biz onun fədakarlığını, insanpərvərliyini, vətənpərvərliyini gördük və onunla arxasında getməyə özümüzə fəxr bildik. Və onun hesabında, onun köməkliyi ilə, onun rəhbərliyi altında biz 22 kəndi bir qəsəbəni azad elədik və ən böyük qələbənin dadını hiss elədik. Və ona uzun ömür, can sağlığı, ailə saadəti, gözəl günlər arzu edirəm. O çox gözəl şəxsiyyətdir, gözəl insandır və mən onunla həqiqətən fəxr edirəm ki, elə bir komandirlə belə döyüşmüşəm. Yaxşı fəaliyyətlər olub, yaxşı komirik olub, gözəl insandır. Ramazanovu ad günü münasibətilə təbrik edirəm. Neçə illərə belə yaxşı illərə çıxsın. Allah canı sağ eləsin. Ramazanovdan 93-cü ildə Qarabağ döyüşlərində tanış olmuşuq. Komandir kimi yaxşı komandir olub. Bugün onun 60 illiyidir. Təbrik edirik. Ramazanovu 93-cü ildən tanıyıram. Yaxşı komandir olub. Azərbaycan üçün qənimət adam olubdur. Dövlətimiz üçün zəhmətkeş olubdur. Dövlətin yolunda çox əziyyət olubdur. Onun 60 illiyini təbrik edirəm. Allah ona uzun ömür, can sağlığı versin. Özümü xoşbəxt hiss edirəm. Çünki insanın xoşbəxtliyi üçün iki amildir. Biri, daha doğrusu, iki amildir. Biri sənin ailəndir, o birisi sənin, deyərlər, peşəndir. Və sən əgər ailəmdən mən, əlbəttə, dediyim görmüsünüz, deyərlər, çox gözəl, çox yaxşı ailəm var və onlar da mənə dəstək olublar və olurlar da. Я хочу поздравить своего отца с 60-летием, пожелать его крепкого здоровья, пожелать ему исполнения всех его мечты. И я хочу сказать о нем то, что он, как отец, всегда был для меня поучительным человеком. Он научил меня многому, так как
в жизни, так же, как и в карьере. И я знаю то, что все, кто знает моего отца, они очень хорошо о нем отзываются. И мне это очень приятно. Я хочу сказать то, что я тоже, как его сын, в жизни постараюсь сделать так, чтобы всегда радовать его своими событиями. Ну что я могу сказать, папочка? Поздравляю тебя с этим юбилеем. Поздравляю нас всех с этим юбилеем, потому что это действительно очень важное и приятное событие для всех твоих родных, близких и всех нас, кто тебя действительно очень сильно любит. Я не знаю ни одного человека, кто тебя не любит на самом деле, хотя мне тоже уже немало. Вот, я думаю, это здорово, я думаю, что это нужно заслужить. И ты это заслужил. И это один из тех моментов, вот, в которых я очень хочу быть похожа на тебя. Я беру с тебя пример, и в этом тоже. Мне сказали, нужно рассказать, какой ты был отцом, каким ты есть. Я очень рада и благодарна судьбе, что у меня такой папа, на самом деле. Я верю в то, что родители и дети выбирают друг друга на небесах. И я благодарна тебе, очень-очень. Спасибо тебе за то, что ты выбрал быть моим отцом. И, мама, спасибо тебе тоже. Вот. Потому что реально по жизни ты мне не только отец, по жизни ты мне друг, советчик. Хоть я не всегда прислушиваюсь. Ну, это, видимо, специфика детей. Но действительно, ты тот человек, я могу сказать, единственный человек, на которого можно равняться. С точки зрения позиции жизненной, с точки зрения каких-то основных принципов. Вот этот стержень, который есть во мне, вот его присутствию я обязана тебе. Еще раз большое спасибо. Что касается подарка, который я помню, самый-самый удивительный подарок, который запечатлился у меня в памяти, это тот момент, когда ты был, когда шли вот эти ожесточенные бои в Физулях. И у меня был день рождения, а у нас в Шихбалое же, ну, для тех, кто не знает, у меня день рождения 22 декабря, а у Шихбалое, это брат, день рождения 26 декабря. И несмотря вот на эти вот бои, то есть мы не думали, что ты сможешь приехать, мы вообще об этом не подозревали, и в голову нам не могло это прийти. И вдруг стук в дверь, это была ночь. Я как сегодня помню, стук в дверь, и вдруг приходишь ты, весь такой измученный, уставший, в этой полевой форме. То есть, ну реально, папа пришел с войны только для того, чтобы вот поздравить. Я помню те буквально несколько часов, которые мы вместе сидели, я помню, это было в спальне, на кровати, и это было просто удивительно. Для меня это был героический поступок, потому что тогда действительно тебя очень не хватало, мы очень переживали в то время за тебя. Мы каждый день молились за то, чтобы ты вернулся к нам живой и невредимый. И вот то, как ты появился, ну реально, это было как волшебство. Спасибо тебе большое. Ты действительно каждый раз даришь какое-то волшебство, какое-то особенные моменты. Вот это чувство уверенности, чувство безопасности. И постоянное чувство того, что ты любима. То есть вот я всегда чувствовала, что папа меня любит. Я всегда чувствовала, что я папина дочка. Спасибо тебе большое за это. Еще раз тебя поздравляю. Желаю тебе безмерного здоровья. И чтобы судьба тебя радовала так же, как ты радуешь нас. Чтобы преподносила тебе приятные сюрпризы, как ты преподносишь их для нас. Təzə gəlin düşən vaxtı şair əminin həmişə belə zəhmli görürdüm. Baxmayaraq ki, skromlu zarafatları olurdu, amma Vüsərovunu həmişə zəhmli görürdüm də. Deyirdim, ay Allah, mən necə dil tapacam da. Yəni ki, istəyirsən ki, necəsə münasibətə girəsən, bir şirinlik yaradasan. Nəsibət xala da mənə deyirdi ki, həmişə
sən mənim üzümə baxqınla, üzümün reaksiyalarından başa düşəcəksən. Şairəm bunu zarafatla deyir, yoxsa ciddi olaraq deyir. Belə həqiqətən də Nəsbət xalanın üzünə baxıram, Nəsbət xala hər dəfə mənə göz vurur, arxadan Şair əmiyə göz vurur. Başa düşdüm ki, bunların hamısı Şair əmdə bir, necə deyək, görüntü olaraqdır da. Yəni o zəhim kənardan görüntü olaraqdır. Bəlkə də indi onu təkcə mən demirəm, yəni hər kəs bunu deyər. Yəni Şair əminin bəlkə də hərbidən gələn bir xasiyyətinə görədir. Yəni o hərbiçilərin daxildən gələn bir xüsusiyyətidir ki, yəni o zəhim, bəlkə də o olmasa Şairəmdə, yəni Şairəm olmazdı. Yəni biz onu o cür tanımışıq, yəni. Hani mən onu tanıyaraq gördüm ki, həqiqətən də bu insan göründüyü kimi deyil. Yəni ürəyi o qədər yumşaqdır ki, yəni o qədər məhəbbət dolu bir insandır ki, hər kəsi ayrı-ayrılıqda bu məhəbbət verə bilən, göstərə bilən bir insandır. Yəni şto nəvələrinə qarşı, şto bizə qarşı, yəni mənə qarşı məsəl üçün elə bir münasibəti olub ki, mən heç vaxt hiss eləməmişəm ki, bu ailədə gəlinəm. Yəni qızdan heç vaxt seçilməmişəm. Yəni bu ailədə özümü çox rahat hiss eləmişəm. Yəni Şair əmi lazım gələrsə bir dost kimi yanaşıb, məsləhətlərini verib, məsələn olur uşaqlıq eləyirik, hardasa bir necə deyək, həyat təcrübəsinin azlığı bəzən olur da. Yəni Şair əmi öz məsləhətlərini elə verəcək ki, yəni sənin bir şəxsiyyət kimi formalaşmağına, bir dünyaya baxışına, əməlli başlı yəni görürsən ki, böyük bir təsiri olur. Yəni bu xüsusiyyətlərinə görə Şair əmiyə çox böyük hörmət edirəm, çox istəyirəm. Hər zaman istəyirəm yanımızda olsun, başımızın üstündən heç zaman əskiyi olmasın. Can sağlığı, uzun ömür arzu edirəm Şair əminin. Təbrik edirik bir daha, ötürük. Sən nə demək istədin baba barədə? Danış görün. Да, дедушка, мы тебя любим. Ты был хорош для нас. Ухаживал хорошо и заботился хорошо. Какая разница, что ты лучший или не лучший? Самое главное, что ты о нас заботишься. Ты отважный, заботишься. Бабушка, тебе тоже. От того, что ты тоже хочешь поздравить дедушку. Дедушка, я тебя от всех сердца люблю. Mən özümü belə saxlamaqda birinci növbədə o böyük iş üçün saxlayıram. Mən hesab edirəm ki, sabah mən çağırılsam və sabah doğrudan da vətənə yenə də bir hərbiçi kimi lazım olsam, yenə də savaşa qatılsam, mən gərək formada olmalıyım. До сих пор ночью снятся посты, ночные тревоги. И друзья, что готовы от пули собою закрыть. Командир справедливый и, может, немножечко строгий, что учил свою родину нас больше жизни любить. Офицеры запаса, мы душою в строю постоянно. Офицеры запаса, если нужно, исполним приказ. И пусть время летит, мы готовы служить неустанно. Ведь сердца молодые, и года не состарили нас. И пусть Cəbhədə olarkən çox ağlamışam. Demək olar ki, hər gün ağlayırdım. Ancaq o göz yaşlarını həmişə evladlarımdan gizlətmişəm. Yəni mən sevməmişəm ki, mənim evladlarım mənim göz yaşlarımı görsünlər. Ancaq çox olub. O cəbhədə olarkən. Çünki bilmirdim məni bu həyatda nə gözləyir. Əgər o olmasa. Müharibə şəraitində onu Füzuli bölgəsinə göndərəndə şair evə gəldi. Mənə dedi ki, məni göndərirlər cəbhəyə. Bu mənim üçün bir sürpriz olmuşdu. Yəni ki, yaxşı olmayan bir sürpriz olmuşdu.
Biz onunla indi mən bilmirəm necə adlanır, Pyatı Plaşatka, vertolyotlu Pyatı Plaşatka var. Bir yerdə ailəmi, ikimiz bir yerdə uşaqlarımızla ora getdik. Bu zamanacan da, indiyəcən də mən həmən tərəfə Pyatı Plaşatkaya baxa bilmirəm. Çünki vertolyot gəlib, onu bizim yanımızdan ayırıb aparanda və o uçanda mən o halları, o stresləri indi də yadımdan çıxara bilmirəm. Yəni ancaq mənim ümidim Allahıma qalmış, ancaq dualarımla özümü sakitləşdirmişəm. Gecə gündüz ancaq dua etmişəm ki, bu insan sağ-salamat öz ailəsinə qayıtsın. Allaha min şükür, o cürdə oldu. Salamat öz ailəsinə qayıtdı. Başlanğıc anı. Yenə də ona razı olardım ərə getməyə. Əvvəldən başlamağa ancaq onunla və həyatımın axırıncı dəqiqəsini də ancaq onsuz istəmərəm bu həyatda yaşayım. Özünə deyirəm, bu həyata gəlmişəmsə istəyərdim axırıncı bir dəqiqəməcə sən mənim başımın üstündə olasan. Tək həyatda onsuz yaşamaq mənim üçün dəyərsizdir. Mən bu həyata bir daha qayıdardım və bugün də ona görə deyirəm, bu zamanacan uşaqlarımız balaca olduğu üçün sən məni yanında aparmamısan cəbhəyə, ancaq bundan sonra mən səni tək buraxmayacağım əgər getsən. Bir yerdə olacağıq. Ancaq bir peşəkar zabit kimi və əsasən də öz torpaqları uğrunda, öz vətənində döyüşüb və heç olmasa bir qismini azad edə bilmisənsə, mən onu özümdə bir xoşbəxtliyi isə, ancaq kədərliyim də var. Yenə də kədərliyim ondan ibarətdir ki, mən yenə də savaş görəm. Mən istəyirəm bugün bizim gənclərə, bax, siz deyən mənim nəvələrimə, mən Azərbaycan torpağını tam, bütöv, nətər deyərlər, işğalsız bir Azərbaycanı qoyub gedin. Və mənim nəvələrim həmən o Azərbaycanda böyüsün. До сих пор ночью снятся посты, ночные тревоги. И друзья, что готовы от пули собою закрыть. Командир справедливый и, может, немножечко строгий, что учил свою родину нас больше жизни любить. Офицеры запаса, мы душою в строю постоянно. Офицеры запаса, если нужно, исполним приказ. И пусть время летит, мы готовы служить неустанно. Ведь сердца молодые, и года не состарили нас. И пусть время летит, мы готовы служить неустанно. Ведь сердца молодые, и года не состарили нас. Посмотри же, родной.